Allah'ım kaşıdı. Doktor, ne edirsiniz? Üzümü hicamı edirəm. Yəqin ki, bir çoxun məlumatı var. Mən də sinir nevrit olmuşdum. Ağzım bir bazı qatır. İqla və hicam. İndi 3 Onun dənə. xeyri var. Hə, indi buradan 3 dənə eləyəcəm. Sonra təkəm gələn bir qoyub edəcəm. Nə sürtürsünüz? Betadin də. Xeyri nədir? Betadin dezinfeksiyadır. Dərin üstün bir də altın eləyir. İndi kəsi yatacam. Bu arada bunu qəti şəkildə evdə heç kimə tövsiyə eləmirəm. Yox, mütəxəssisdirəm mən. Bismillah. Uzanım biraz. 13 dəqiqə gözlədilir. 3-4 dəqiqə bəs edir, artıq götürəm yavaş-yavaş. Bəli. Üstdən belə baxan kör. Bu ilə üzüm belə olacaq. Mən kəsdiyim izlər laf oldu. Adam var, bəzi istiamatçılar var, kəsirlər, il yarıma gedirik. Böyle qəs saldı. Kəsdikdən asılıdır hər şey. Aydın. Gələk bir dəfə deyəm ki, pasiyentlərim gəlsin, məni canlıqasın. Elə? Deməli, dərinin altısı iltihaplanır, buradan iltihap gəlir. Hardan? Dərin altı iltihaplanır, bura qaymalı hissət olanda adətən olur, o gəlir buradan. O kadar katıldı ki düşünmek. Tertemiz. Bitti. Bu kadar.